Alo. Hatire kafadan söndür. Hatire. Kafadan söndür. Salam aleyküm. Bu özür dilerim ben size yığdım. Bu Hüseyin müəllimdir. Hüseyin müəllim lazımdır. Ay Hüseyin müəllim. Biz sizin bu uşaqlardan şikayetçiyim. Ben dedim ki bir daha ben zahvurum biz eyni yerden eyni torpaqdanıq da. Dedim zahvurum hatire. O şey kafadan söndü. Ha. Dedim zahvurum biz sizin ağsaqqallarınızla danışım o mənim başa düşər. Deməli sizin bu uşaqlar hövsonda pampers satır. Yani biz onlardan pampers almışıq. Bez almışıq uşağa. Gətirmişik. O bez su bırakıbdı. Da indi su deyəndə indi uşaq ayaq yoluna girdi pampersə, o da axıdıbdı pastelə. Mənim də gəlinim əsəbi adamdır. Dəqiqədə biz o pampers axıdır. Mən də indi getmişəm bunların üstünə ki bu pampers su bırakır. Bunlar deyir ki get nə istəyirsən yerə. Mən nə bilim atama zəh vuracağam, atam gələcək. Deyəm atan kimdir axı? Deyəm mənim atam Naxçıvandadır. Deyəm mən də Naxçıvanlıyam da bir-birimizə niyə belə elə niyə eləyirik? Bəli. Bəli. Senin günüdür, rahat günüdür. Allah canınızı sağ eləsin. Yo mən hələ Gözəlliklərə çıxartın. Yo mənim bayramım qara gəldi. Mənim gəlinim evdə bir hoqqa verdi. Mənim gəlinim bir səsini atdı başına ki bu nə pompersdir. Özdə bir Mənim bayramım qara gəldi qardaş. Mən neyniyim? Mən söz deyim də indi bunlar pompersi evlərində düzəltmişdilər ya dövlətçi qaldı. Yox, mən bilmirəm. Bunlar mənə alanda mənə dedi ki, neyirəm. Mən pompersdən belə xonça düzəltdirmişdim. Orada aldım. Pompersdən belə qırmızı lentayla bütdüm. Ortasına da şirniyyat çatdılar. Ona dedi, böyründə soqsatda vardı. Su ağıbdı, sızıbdı. Uşağa da qoymuşam. Bütün uşağın ayaqlarını, paçalarını aralarını hamısı səpibdi. Bütün nəzinə qalıbdı uşaq. Pisipqa alıram indi. Ancaq pisipqa daşır. Dedi atam siz düzəldirsiniz o pompersləri. Biz burada pompers nə zavodumuz var, nə fabrikimiz var. Bəli. Onu Padvada düzəldirsiniz, harda düzəldirsiniz? Bir deyin biz bila ürək patladı axı mənə. Mən neyniyim? Alo. Salam kardeş. Ben bir yoldaşımda biraz da saklanan yerinde değildi. Şeydi kardeş, ben böyle ha isterdim örtbastı